Süleymanın məsəlləri 8-ci fəsil. Hikmətin nitqi. Məyər hikmət çağırmırmı, məyər dərrakə səsləmirmi? Uca yerlərdə, yol kənarında, yollar ayrıcında dayanıb, darvazaların yanında, şəhərin qarşısında, qapıların kəndarında çağırır. Ey insanlar, mən sizi səsləyirəm. Ey bəşər övladları, sizə xitab eləyirəm. Ey cahillər, uzaq görən olun. Ey axmaqlar, ağıllanın, dinləyin, əla şeylərdən danışıram. Dilimdən düz sözlər çıxır, ağzım həqiqət söylüyür, dilim şərdən iyrənir. Ağzımdan yalnız salihlik sözləri çıxır, sözlərimdə nə əyrilik, nə də ki yalan var. Anlayanlar üçün hər şey aydındır, bilik qazananlar üçün bu bir həqiqətdir. Gümüşü yox, tərbiyəmi qəbul eləyin, saf qızıldan çox biliyi seçin. Çünki hikmət yaqutdan qiymətlidir, insanın könlü istəyən şeylər ona tay deyil. Mən hikmətəm, uzaq görənlik məndə məskən salıb. Biliyi dərrakəni tapmışam. Rəbb qorxusu pisliyə nifrət eləməkdir. Lovğalığa, təkəbbürə, pis yola, hiləli dilə nifrət eləyərəm. Nəsihət, sağlam şuur mənimdir. İdrak mənəm, qüvvəm var. Mənim vasitəmlə şahlar hökmranlıq eləyir, hökmdarlar ədalətli fərman verir. Ədalətli hakim olan bütün başçılar və əsilzadələr mənim vasitəmlə hökm verir. Məni sevənləri sevirəm, məni səylə axtaran tapır. Sərvət və şərəf, dağılmaz var dövlət və salihlik yanımdadır. Barım qızıldan, saf qızıldan dəyərlidir. Bəhərim gümüşdən qiymətlidir. Mən salihlik yolunda, ədalət yollarının ortasında gəzərəm. Məni sevənləri sərvətə çatdıraram, xəzinələrini dolduraram. Rəbb öz yolunun başlanğıcında, hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, dünya yaranmazdan əvvəl mən var idim. Dərin sular olmazdan əvvəl, bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. Dağlar yaradılmazdan əvvəl, təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. Rəbb dünyanı, çölü düzü, torpaqları yaradanda, göyləri yaradanda, dərinliyin üzü üstündə bir dairə çəkəndə, buludları yuxarıda yerləşdirəndə, dərinlikdə bulaqları bağlayanda, sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, yerin bünövrələrini təyin eləyəndə, Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim. Hüzurunda həmişə sevinirdim. Yaratdığı aləmə görə sevinirdim. Bəşər övladlarına görə fərəhlənirdim. İndi, ey övladlar, mənə qulaq asın. Yoluma bağlı qalan nə bəxtiyardır. Verdiyim tərbiyəyə qulaq asın. Hikmət alın, onu bir tərəfə atmayın. Mənə qulaq asın. Hər gün darvazalarım qarşısında duran, qapılarımda dayanıb gözləyən nə bəxtiyardır. Çünki məni tapan həyat tapar. Rəbbi razı salar. Məni əldən verən canına qəsd eləyər. Mənə nifrət eləyənlərin hamısı ölümü sevər.